Şəhər Məhkəməsində sabiq Müdafiə naziri Cavanşir Burçuladze, onunla birlikdə saxlanılan keçmiş Müdafiə nazirinin müavini Georgi Xaindrava, Müdafiə Nazirliyinin Satın Alma Departamentinin keçmiş rəhbəri Vladimir Quduşavr və Burçuladzenin həyat yoldaşının qardaşı Vasil Mxeycenin məhkəmə prosesi davam edir. Bugünkü iclasda Cavanşir Burçuladzenin ifadə verməsi gözlənilir. Həmçinin onun oğlu və audit xidmətinin nümayəndəsi də dindiriləcək. Prokurorluq bildirir ki, prosesual razılaşma üçün iki əsas şərt var. Cinayətin etirafı və dəymiş ziyanın ödənilməsi. Keçmiş Müdafiə nazirinə vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamları irəli sürülüb. Bu əməllərə görə 9 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin əməkdaşları Interpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan 1974-cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşını Batumidə saxlayıblar. Saxlanılan şəxs Türkiyə hüquq mühafizə orqanlarının tələbi əsasında ağır cinayətə görə beynəlxalq axtarışda idi. Hazırda onunla bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları davam edir. Mitropolit Şiyonun çağırışı ilə sabah Patriarxlıqda Müqəddəs Sinodun iclası keçiriləcək. Toplantı saat 12:00-a elan olunub. İclasın məqsədi Gürcüstan Pravoslav Kilsəsinin idarə etmə əsasnaməsində əks olunmayan təşkilati məsələlərin müzakirəsidir. Buraya Sinodun sonraki iclasları, genişləndirilmiş toplantı ilə bağlı əlavə detallar, toplantının keçiriləcəyi yer, nümayəndələrin dəvət qaydası və digər vacib məsələlər daxildir. Məlumatı Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidməti yayıb. Patriarx seçkisi ilə bağlı siyasi partiyalarda açıqlamalar verilir. Hakim komanda hesab edir ki, bəzi müxalifət partiyaları cəmiyyətdə və patriarxlıq daxilində parçalanma yaratmağa çalışır. Müxalifət isə bunu qəti şəkildə inkar edir və bildirir ki, bu proseslərə müdaxilə etmək istəyi və imkanı olan yeganə qüvvə Gürcü arzusudur. Siyoni Patriarxlıq Kilsəsində vətəndaşlar yenə də mərhum patriarxın məzarını ziyarət edirlər. Din xadimləri isə 2-ci İlyanın ruhuna hər gün panixidə keçirirlər. Möminlər hər gün səhər saat 8:00-dan gecə 22:00-ədək məzarı ziyarət edə bilərlər. Yeni Müxalifət Alyansı fəaliyyət planı və məqsədlər. Müxalifətin bir hissəsi bu birləşmə ideyasını dəstəkləyir və hesab edir ki, hazırki siyasi reallıqda ən yaxşı çıxış yolu qüvvələri birləşdirib birlikdə mübarizə aparmaqdır. Digər hissəsi isə bu birliyə skeptik yanaşır. Onların sözlərinə görə belə birliklər əvvəllər olub və cəmiyyət üçün müsbət nəticə verməyib. Hakimiyyət nümayəndələri isə bildirirlər ki, bu müxalifət alyansının uğur şansı yoxdur. İsveçrədə Gürcüstanın diplomatik xidməti və rəsmi pasport sahiblərinə 3 aprel tarixindən etibarən viza tələb olunacaq. Bu qərarı İsveçrə Federal Şurası 1 aprel tarixində qəbul edib və qərar 12 ay qüvvədə qalacaq. Gürcüstanın adi pasport sahiblərinə isə dəyişiklik şamil olunmur. Açıqlamada qeyd olunub ki, Avropa İttifaqının qərarı Şengen hüququnun bir hissəsidir və İsveçrə müvafiq addımlar atmağa borclu idi. Bern Milli Qanunvericiliyə dəyişiklik edib və iki ölkə arasında vizaların sadələşdirilməsi sazişinin bir hissəsini də dayandırıb. İran prezidentinin bəyanatına görə ABŞ ilə həm qarşı durma, həm də münasibətlər mümkündür. Məsud Pəzəşkiyan bildirib ki, İran ABŞ tərəfindən istənilən aqressiyaya tab gətirəcək. O, İran əleyhinə müharibəyə ABŞ-ı cəlb etməkdə İsraili ittiham edib və qeyd edib ki, Amerika müharibəyə İsrailin nümayəndəsi kimi daxil olub. Pəzəşkiyan həmçinin soruşub, görəsən Amerika hər şeydən əvvəl prinsipi bugün ABŞ hökumətinin prioritetləri sırasındadırmı? Bu fikirlər onun X sosial şəbəkəsində İngilis dilində paylaşdığı məktubunda yer alıb. ABŞ və İran mümkün razılaşmanı müzakirə edirlər. Bu razılaşma İranın Hörmüz boğazını yenidən açması müqabilində atəşkəsi nəzərdə tutur. Bu barədə Axios nəşri ABŞ-dan 3 rəsmi şəxsə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı hələlik aydın deyil. Lakin bildirilir ki, Donald Trump bu ehtimalı həm administrasiya daxilində, həm də ondan kənardakı rəsmilərlə müzakirə edib.
Ermənistanın baş naziri bildirib ki, Ermənistan ilə Rusiya arasında münasibətlər Yerevanın Avropa İttifaqı ilə əməkdaşlığı səbəbindən heç vaxt sual altına düşməyib və bundan sonra da düşməyəcək. Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə Azərbaycanla münasibətlərin normallaşmasından Moskvanın mühüm rolunu vurğulayıb. Rusiya prezidenti isə bəyan edib ki, Yerevan eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında yer ala bilməz.